Bəzən deyirlər ki, yeni gələnlər köhnələrin atasına rəhmət oxutdururlar. Bilirsiniz ki, Naxçıvan xanı var idi zamanında, hansı ki Vasif Talıbovdan gedirdi söhbət və deyirdilər ki, Vasif Talıbovun icazəsi olmadan quş da uça bilmir. Naxçıvanda filan Vasif Talıbovla da bağlı çoxsaylı şikayətlər oldu və cənab prezident Vasif Talıbovu vəzifəsindən azad etdi, yerinə özünün xüsusi nümayəndəsi Fuad Nəcəflini təyin etdi. Amma az öncə çəkdiyim misal kimi Fuad Nəcəfli gələndə fəaliyyətə başlayandan qısa bir müddət sonra Vasif Talıbovun ölənlərinə rəhmət oxutdurmağa başladı. Çox maraqlıdır ki, Fuad Nəcəfli ilə bağlı yenə də gündəmdə olan məsələlər var. Məsələn, Fuad Nəcəfli məxfi məlumatları kimlərə ötürüb, onun istintaqa cəlb edilməsi gözləniləndimi? Yer gəlmişkən deyim ki, elə Fuad Nəcəflidən sonra təyin olunan şəxslə bağlı da müraciətlər var. Aidiyyatı dövlət qurumlarına bununla bağlı ötən gündə xəbəri sizin diqqətinizə çatdırmışdıq ki, yəni ondan da Naxçıvanlılar razı deyirlər. İndi burada faktlar varmı öz təsdiqini tapan, yoxsa sadəcə yenə də Vasif Talıbovu arzuluyur Naxçıvanlıların bir qismi? Düzdür, deyirlər ki, Vasif Talıbov ümumiyyətlə Naxçıvanın rəhbəri olandan sonra demək olar ki, Naxçıvanda əli əmək tutan, əli iş tutan, yəni bir iş görməyi bacaran gənclər və orta nəsil Naxçıvanda qalmayıb. Bunu da deyənlər var, amma yenə də deyim ki, həmin o şəxslər də Fuad Nəcəfli gələndən sonra Vasif Talıbovun ölənlərinə rəhmət oxutdurdular.